Son vaxtlar özümə bir şey etiraf etmişəm. Açığı bunu yüksək səslə deməklə deməmək arasında qalmışam. Böyük ehtimal yenə cəsarətim danışacaq. Etiraf edirəm. Dəyişirəm. Ya da böyüyürəm, bilmirəm. Hər ikisi zehnimdə fərqli, çevrəmdə fərqli əks-səda verir. Dəyişirəm çünki çevrəm bunun mümkünsüz olduğunu iddia edir. İnsan dəyişməzmiş. Bilirəm, mənim üçün mümkünsüz deyə bir şey yoxdur. Dəyişirəm çünki bənzəməyəcəm dediyim insanlara bənzəməyəcəm. Dəyişirəm çünki bu asan deyil. Axı mən uşaqlıqdan çətini sevmişəm. Amma heç uşaqlıqda böyümək haqqında düşünməmişəm. Ona görə böyüməyin resepti məndə yoxdur. Açıq mənə hər zaman böyüməkdən çox, böyüməyi bu qədər istəyən insanların buna nə tapdığı maraqlı gəlib. Gələcəkdə bura geri qayıdacam böyük ehtimal. Ona görə 25 yaşımdan yazıram. Böyümək səs-küylü olmur. Adam içində görünməyən bir yerdə dəyişir. Bəlkə də ona görə dəyişirəmmi, yoxsa böyüyürəmmi bilmirəm. Amma hiss edirəm ki, əvvəlki kimi deyiləm. Artıq öz yolumu sevirəm. Öz hekayəmi yazmağı seçirəm. Ağlımda isə sadəcə bir sual var. Böyümək heç vaxt bitirə bilməyəcəyimiz yol ola bilərmi?